Dostlar, hamıya salam. Sizinlə bu günlərin Nanula SMR-dir. Bizdə belə çörəkdə pizzalar mama hazırlayıb. Burada alça qırmızı rəngində, yadımdan çıxdı necə. Bu köklə salatdır. Burada acılı biberlər və kola ilə buz. Gəlin başlayaq. Mən cəhcət acam və burada sweet chili sos. Gözəlliyi deyin. Gəlin belə eləyək şəkil üçün. Necə də gözəldir. Gəlin birinci elə belə yeyək. Möhtəşəm. Həm qara çörəklə eləyib, həm ağ çörəklə eləyib. Möhtəşəm. Burada da bizim dadlı salatımız. Mukbang istəyirdiniz, bu da sizə mukbang. Deməli, bu günlərin haqqında danışmaq istəyirdim. Mənə yazdılar, dedilər ki, sən ümumiyyətlə kimə lazımsan ki? Sən nəsən, kimsən, yəni sən kim baxır? Bir bloger var, bizim kontentimiz oxşardır. O bloger mən də sevirəm. Mənə dedi ki, hamı ona baxır, yəni sən baxan yoxdur. Siz bəziləriniz ucu paxıllıqdan bilmirsiniz nə demək istəyirsiniz. Nə deyirsiniz? Mən YouTube'da 2 ayım. 2. ay biz 11.000 nəfər olmuşuq. Cəmaət illərlə çəkir. 200-də 300-də qalıb. Sizin xəbəriniz var. Yəni məni sevməyən olsun. Yəni məni sevənlər olmasaydı mən çəkməzdim üçün, əmin olun. $50.000 auditoriyam var. TikTok'da. Instagram'ı da TikTok'a baxanda təzə açmışam. Yəni mən hardasa 6-7 ay sonra açdım Instagram'ı. Ona görə orada demək olar 20.000'də, 18.000 nə qədərsə. Əminliklə deyə bilərəm ki, məni çox adam sevir. Düzdür, YouTube'da o qədər baxış deyil. Amma məni sevənlər həmişə like eləyir. Həmişə baxır, hər şeyin öz vaxtı var. Yəni, bəlkə də məni izləyənlər çoxdur. Amma mən kəşfiyyata düşə bilmirəm. Təzə olduğum üçün, hələ ki YouTube məni konkret kəşfiyyata atmır ki, mən 100.000 falan yığım. Siz başa düşürsünüz, necə ki mən TikTok'da yığıram. 1 milyon, 2 milyon, 100.000. YouTube'un mənə güvənməsi üçün mənə zaman lazımdır. Mən əminəm ki, bizdə alınacaq. Mən əminəm ki, rəylərdə yazacaqlar ki, mən kiməsə lazımam. Və bir də nəyə görə danışmaq istəyirdim. Axırı vaxtı agresiv olmuşam. Bilmirəm nədəndir. Sizdə olurmu belə bir şeylər ya yox. Konkret o qədər əsəbləşirəm ki, özümdən çıxıram. Çox xahiş edirəm, əl əsməsini də bura atmayın. Çünki əl əsməsi məndə çoxdan var. O da ki, ac olanda olur. Məsəl üçün, indi saat neçədir? 3:52. İndi 4-də qalıb 10 dəqiqə belə deyək. Ya, saat 4-dür belə deyək. Və mən 2 yeməyimdə.
Ağzıma 1 qram yemək dəyməyib. Çalışıram ki, bu əsəbiliyimi biraz düzəldim. Özümü yığmamalım var. Öyle ki, bizim əsəbi olmağımız necə olur? Camaata falan bunu göstərmirik. Bundan əziyyət çəkən kim olur? Bizim yaxınlarımız. Belə bir şey almışıq bu günləri. Bəyəndiniz. Çəkiliş üçün aldım, dedim olsun. Çok tatlı değil. Bir pizza girse hiç demezsen ki çöreği de orada. Axır vaxtı məsəl üçün mamanın xətrinə dəyirəm, özü görürəm bunu, yəni hiss eləyirəm. Amma düzəldə bilmirəm. Kimdə belə bir şey var? Bilmirəm, axır vaxtı çox işləyirəmmi deyə. Yoxsa nəyə görə bilmirəm. Qapı çırpmalar. Sən məni başa düşmürsələr. Özü deməyin ki, çox xahiş edirəm, sizdə belə bir şey yoxdur. Elimizi bəziləri yazacaq, iç üzü çıxar. Mən bunu demək istəməsəydim, mən bunu deməzdim. Heç bilməzdiniz də. Mən danışıram, çünki indi bunu yaşayıram. Və kimlər ki bunu yaşayıb və düzəldi və yaxud da necəsə desə mənə. Rəylərdə yazsanız ki, ola bilər ki az yatıram. Ondan ola bilərmi? Səhər saat 6-da yatıram. Olur 7-də yatıram. Dururam saat 12-də. Olur 11-də. Cüm qızardı. Yəni olar bilərmi ondan da? Narahatam çox buna. Çünki ən çox mənə narahat eləmir, yox, mənim yaxınlarım buna əziyyət çəkir. Aqressiyam da nə iləndir? Nəsə sözlə və yaxud da qapı çıxmalarla. Yəni bu qədər. Elə hiss edirəm ki, məndən başqa heç kim başa düşmür. Deməyin ki, depressiyada pis olacağım. Bu salat çox tatlıdır. Rəndələnmiş kökdür orada. Yağdı, günə baxanı yağı və duz, su. Çox tatlı olur. Ay Allah. Mama deyir ki, uşaqlıqda mən dəhşət sakit uşaq olmuşam. Mən deyirdilər, ged ora otur, ora otururdum, bura otururdum. Onu elə, bunu elə, onu eləyirdim. Amma indi vay vay vay. Xasiyyətim heç də asan deyil. Onu bilirəm, amma düzgündür.
Yəni yalana qarşı dözümüm yoxdur. Çox dadlıdır. Bu mukbang üçün konkret çalışdıq. Bir qaladır qəşəng olsun. Bəyəndiniz ya yox deyərsiniz mənə. Çalışacağım sizə gündə video çəkim. Prosta indi dayım xaricdən gəlir. Yəni də biraz vaxt keçirmək, ora-bura gelmək. Dokuz ayda görüşməmişik. Ona görə. Onda da vloglar da gələ bilər. Dənizə falan gedərik. Çox tatlıdır. Çox ləzzətlidir də, çox. İnşallah belə bir mukbangı bəyənirsinizsə, mənə deyin. Mən dəqiq sizlər üçün çəkəcəm. Çünki yeni bəzi temalar var. O haqda da danışmaq istəyirəm sizlə. Ona görə belə. Like eləyin, rəy yazın. Yəni mən ruhdan düşməyim də çox xahiş edirəm. Məni konkret qaldırın ki, mən bilirəm ki, siz məni sevirsiniz. Mənə baxanlar çoxdur. Amma yenə də yəni baxışları da görmək istəyirəm, like'ları da görmək istəyirəm ki, mənə xoş olsun. Çox xahiş edirəm. Çox sağ olun ki, varsınız əzizlərim. Əgər köhnə videoma baxmamısınızsa, bura basıb köhnə videoma baxırsınız. Axırıncı vlog çəkmişdim. Çox maraqlıdır, baxa bilərsiniz. Burada da logo durub, logoya basıb oradan takib ata bilərsiniz mənə. Sabahədək ya o bir günədək əzizlərim.